Deməli, biz dedik ki, could var, can var, have to var. Bir də should var. Deməli, should yazılır. Burada gördüyünüz kimi. Görmədiyiniz kimi. Yaxşı. Təzədən yazım. Deməli, should. Dedik ki, yenə əvvəlki mövzulara qayıdıram. I will go. Bu demək ki, mən gedəcəm. I can go. Gedə bilərəm, gedə bilirəm. I could go. Gedə bildim. I have to go. Getməliyəm. I should go. Getməliyəm. Bu da getməliyəm oldu, bu da getməliyəm oldu. Bəs bunların arasında nə fərq var? I have to go nə deməkdir? Mütləq getməliyəm, başqa variantım yoxdur. I should go deməkdir ki, yəni getməliyəm, amma bu çox da vacib bir şey deyil. Yəni getsəm də olar, getməsəm də. Çox da vacib olmayan şeylər üçün should istifadə edirik. Məsələn, deyirəm ki, you should learn English. İngiliscə öyrənməlisən. Bu sadəcə sizə bir məsləhətdir. Amma desəm ki, you have to learn English, bu deməkdir ki, siz işdəsiz, mən sizin direktorunuzam və sizə deyirəm ki, sən mütləq ingiliscə öyrənməlisən. You have to learn English. Yəni, öyrənməsən bizdə işləyə bilmərsən. Bir də var deyirəm ki, you should learn English. İngiliscə öyrənməlisən. Yəni, bu sənin üçün bir məsləhətdir. Öyrənsən yaxşı olar kimi başa düşə bilərsiniz. Sualda should'u qabağa keçirəcəyik. Should I go to school? Məktəbə getməliyəm. Should you do that? Bunu eləməlisən. I should not go to school. Getməli deyiləm məktəbə. Yəni, o vacibliyini itirir artıq. Have to, mütləq getməliyəm. Should, məsləhət xarakterli. Getsəm də olar, getməsəm də olar. Bir də should'u harada istifadə edəcəyik? Bax, burasına diqqətli qulaq asın. Məsələn, deyirik ki, danışım. Bax, danışmalıyam demirəm. Deyirəm ki, danışım. Deyirəm ki, should I talk? Bax, burada should-la istifadə edəcəyik. Məsələn, dayanırıq belə, deyirəm ki, gedim. Yəni, bir növ icazə alıram da ki, yəni, sən də razısansa, mən çıxım gedim. Deyirəm, should I go? Okay, should-la istifadə edə bilərsiniz və onunla da bərabər, yenə bir balaca dırnaq açıram, do-la da istifadə edə bilərsiniz. Do I go? Do I speak? Bunu biz present simple-da, indiki sadə zamanda danışmışdıq do-dan əslində. Burada should-la do-nun indiki dediyim situasiyada biraz fərqlidir mənası. İrəliləyən zamanlarda təbii ki, öyrənəcəyik. Biz hələ A2 səviyyəsindəyik. Ona görə çox da fikrinizi qatmayın. Should o demək oldu ki, sadəcə məsləhət olaraq bir şeyi eləməlisən demək üçün istifadə edirik. You should do that. Bunu eləməlisən. İndi deyirəm ki, you should learn this and you should take an exam and you should pass this section. Bunu öyrənməlisiniz. İmtahanı verməlisiniz və növbəti bölümə keçməlisiniz. Bunu məsləhət olaraq deyirəm. Əgər have to desəydim, bu deməkdir ki, siz bunu mütləq eləməli olardınız. Özünüzə yaxşı baxın, növbəti mövzuda görüşərik.